Salam, hər vaxtınız xeyir olsun. Birinci Nadivaka yönləndirdiyiniz sualları oxuyuram. İnşallah ki, cavab verə bilərəm. Ayı sindromu yaşamısan? Nadivakda ən sevdiyim hekayələrdən biridir. Bəli, ayı sindromu yaşamışam. Ayı sindromu nədir? Sirkə ayını çıxarmazdan əvvəl kömür yerləşdirirlər bir yerə, yanıcı bir maddə. Ayını gətirirlər kömürün yanına. Hər kömürün yanına gələndə əllərini qaldırır yuxarı. İstədiyi ora getmək istəmir. Yəni əli yana bilər, ehtiyat edir. Və bunu dəfələrlə təkrarlayırlar. Bir müddətdən sonra isə musiqi verirlər arxa fondan. Kömürün yanına gətirirlər. O kömürün yanına gələndə o musiqinin fonunu dəyişirlər, başqa musiqi qoyurlar. Artıq ayda bir refleks yaranır. Nə refleksidir o? Sirkə çıxır, heç yerdə kömür yoxdur. Həmin mahnı gələn kimi ayı əllərini qaldırır. Elə bilir ki, qarşısında kömür olacaq. Ayı sindromu yaşayan indi çox adam var. İşində yaşayan var, ailə həyatında yaşayan var, dostluğunda yaşayan var. Mən də yaşamışam. İndi də bir situasiya var, onda da yaşayıram. Fayda vermək istəyən insanın kitabı niyə bu qədər bahalıdır? Bəlkə kommersiya niyyəti ilə olduğunu etiraf edəsiniz. Kitab kommersiya niyyəti ilə deyil, kommersiya niyyəti ilə olsaydı, kitabı indi ödənişsiz şəkildə insanlar oxumazdı. Kommersiya niyyəti ilə olsaydı, o kitabdan əldə edilən gəlirlərin hara getdiyi məlumdur artıq hər kəsə. Yəni o olmazdı. Kommersiya niyyəti ilə deyil. Bu qədər sadə. Kitabın baha olmağına da səbəb ucuzdur məncə, sizə baha gəlir. Tələbə qızların atası hekayəsindəki qızlarla əlaqəniz var. Əlaqəm yoxdur, nömrələrini dəyişiblər. Evləndiklərini bilirəm birinin. Yəqin nəsə salamlayıram, inciməmişəm. İkinci kitabda statlara kimin adı ilə başlayacaqsınız? Allah Hacı Şahinə rəhmət eləsin. Amin. Amin, amin. İkinci kitabda statlar var. Rəhmətli Hacı Şahinə mən kitabımı imzaladıb vermək istəyirdim. Birinci kitabım qismət olmadı. Ona görə onun statları ilə başlamaq istədim. Buna görə mənə tənqid edən oldu. Buna görə mənə mane yaradanlar da oldu, bilirəm. Amma neyniyək? Ürəyimdən bu gəldi, bunu elədim. Yaxşı ki, eləmişəm. İkinci Nadivakda da bir neçə şəxsin statı olacaq. Çox sağ olun. 1 manatın hekayəsi məni çox ağlatdı. Bəs sən ağlamışdın o hadisəni yaşayanda. Ağlamamışdım. Çox pis olmuşdum sadəcə. Amma çox şükür. Nə deyim? Bəs özünüzün ən sevdiyiniz hekayə hansıdır Nadivakda? Zəfəri mən çox sevirəm. Zəfəri çünki yaşamışam orada. Yəni o şəhidlərin cənazə mərasimlər hələ də məni təsirləndirir. Çox kədərli idi. Yəni hansı evdə ana yox idi, ora gələn tabut elə bil cənazəyə gəlmirdi. Elə bil orada bir insan ölməyib. Hansı evdə ki ana var idi, oradan qəribə səslər, çox belə emosional səslər çıxırdı. Oradakı situasiyaları xatırladıqca vətənpərvərliyin bəlkə də qabarır, amma çox pis təsir edir. Mən hələ də Zəfər parkına gedib çıxa bilməmişəm, gedə bilmirəm. Ürəyim ağlayıb o şeyləri, o hissləri yaşayanda. O hekayəm, ümumiyyətlə Zəfər hekayəsinin yeri Nadivakda və xüsusən də mənim üçün ayrıdır, tamamilə ayrıdır. Boş kağız. Suallarınız üçün çox təşəkkür edirəm. Baxmayaraq ki, oxuyucu kütləm azdır, amma mənim üçün çox dəyərlidir. Minnətdaram hər birinizə verdiyiniz dəyər üçün, mənim kitabımı başqasına tövsiyə elədiyiniz üçün və onun PR-ını sadəcə sizdən başqa heç kimin aparmadığı üçün və bunu sizin bilərək də mənə həmişə dəstək olduğunuz üçün. Fayda verə bilirəmsə, nə xoş mənə, minnətdaram. İkinci Nadivak kitabında
Hamınızı gözləyirəm və rəyləriniz həqiqətən mənim üçün önəmlidir. Birinci Nalivaqda verdiyiniz rəylər əsasında da ikinci Nalivaqı formalaşdırmışam. Sizi maraqlı hekayələr, fərqindəliklər, şəxsi həyat və karyera yolu gözləyir. Minnətdaram. Çox sağ olun.